Deməli uşaqlar, molyar qatılıq bölməsində 2 dənə belə yeni bir test var. İstəyirəm onun izahını verəm sizlər üçün. Çünki molyar qatılıq bölməsini izah vermişəm, amma bu yeni test toplusunda bu 2 testə baxaq. Deyir, gündəlik həyatda istifadə etdiyimiz bir sıra məhlullar müxtəlif məqsədlər üçün hazırlanır. Məsələn, duzlu su məhlulu tibbi məqsədlərlə xüsusən də yaraların təmizlənməsi və soyuqdəmə zamanı burun tıxınaqlığının aradan qaldırılması üçün istifadə olunur. Duzlu su məhlulu natrium xlorid su ilə qarışığıdır. Duzlu suyun hazırlanması üçün müəyyən miqdarda duz suya əlavə olunaraq su tam həll edilir və bu zaman deyir ki, su molekularının təsirindən məhlulda natrium və xlor ionları əmələ gəlir. Bura qədər yəni müəyyən bir məlumat idi, belə də önəmdə kəsb eləmir bizim üçün. Deyir, həcmi 300 ml olan duz məhlulu V məhlul bərabərdir. Nə qədərdir? 300-dür. Aha. Deyir, məhluluna 0,8 mol natrium xlorid var. Natrium xloridin mol sayı nə qədərdir? 0,8 moldur. Aha. Deyir, bu məhlula 200 ml-də su əlavə eləmişəm. Məhlula su əlavə edəndə məhlulun kütləsi neyəcək? Qalxacaq. Hara qalxacaq? 500-ə. Aha. Deyir, alınan məhlulda natrium ionlarının molar qatılığını müəyyən edin. C-də bərabərdir nü bölünsün V deyil. Aha. Nüm 0,8-dir. Bölürəm 500 ml-i. Mən litrə çevirməliyəm. 500-ü böləcəyəm nəyə? 1000-ə. 500-ü böləndə 1000-ə. Bu deyilir 0,5. Aha. İndi mən buradan tapıram ki 0,8 bölünsün 0,5 nə qədər eləyir? 1,6 eləyir. Və bizə deyir ki, burada duzun dissosiasiya dərəcəsi 75%. Yəni 1,6-nı vurursan 75%-ə, bölürsən 100-ə. 1,6-nı vurdum 75-ə, böldüm nəyə? 100-ə. Cavab elədi 1,2. Bu birinci məsələmiz. Keçdik ikinciyə. Molar qatılıq bölməsindədir. Səhifə 162-dən gedir söhbət. Deyir, neysə, təbiətdə mövcud olan mineral suların tərkibində nəsə qabaq hissələrinə biz xüsusi önəm vermirik və ardınca deyir, tərkibində deyir 8,1 qram kalsium hidrokarbonat olan su nümunəsinə minimum neçə millilitr 0,2 kalsium OH2 məhlul əlavə edilməlidir ki, duz tamamilə çöküntüyə çevrilsin. Kalsium hidrokarbonatla kalsium OH2 1:1 nisbətində reaksiyaya girir və alınır kalsium karbonat və su. İndi burada nə edəcəyik? Deməli, kalsium hidrokarbonat verilib bizə nə qədər? 8,1 qram. Aha. Deyir, buna minimum neçə millilitr 0,2. Aha. Gəlin görün onda bu neçə mol kalsium OH2 ilə reaksiyaya daxil olur. 1 mol kalsium OH2 ilə reaksiyaya girəndə bu 162 qram reaksiyaya daxil olur. Deməli, 8,1-i bölürəm 162. Bu elədi nə qədər? X-im elədi 0,5 mol. Mənim də S-im də 0,2-dir. 0,2-imdir. Bu nüdür. C-də bərabərdir nü bölünsün V deyil. Buradan V nəyə bərabərdir? Deməli, nü bölünsün 0,5 bölünsün 0,2. 5 bölünsün 0,2. Bu deyilə də 0,125. 0,125. Və bizə də burada millilitrlə də dediyinə görə təzdən də mən bunu neçə vuracağım? 1000-ə. Bu deyilədir nə qədər? 250 və salam. Bu da cavabım.